Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Hər vaxtınız xeyirli olsun, dəyərli mömin bacı və qardaşlar, hər birinizi salamlayıram. Sual olunur, üzüm mürəbbəsindən istifadə etmək icazəlidir, ya icazəli deyil. Baxın, üzüm mücərrəd qaynamaqla fərq eləmək istər bu üzümdən mürəbbə bişirilsin, istər kompot bişirilsin, istər digər bir yerlərdə istifadə olunsun. Ümumən üzüm qaynamaqla, daha doğrusu üzümün içində olan su mücərrəd qaynamaqla yeyilməsi haram olacaqdır. Fərq eləmək istər mürəbbə üçün istifadə olunsun bu üzüm, istər kompot üçün, istər digər yerlərdə. Təbii ki, əgər bu qaynayan üzümün 3də 2-si buxarlanacaqsa, yerdə qalan bir hissədən istifadə etməyin heç bir eybi yoxdur. Məsələn, fərz edək bir nəfər üzüm mürəbbəsi bişirmək istəyir, 3 kiloqram üzümü qaynadır. Bu 3 kiloqram üzümün 2 kiloqramı qaynayıb buxarlandıqdan sonra yerdə qalan 1 kiloqramdan istifadə etmək olar, icazəlidir. Yox, əgər qaynamayacaqsa, bu şəkildə 3də 2-si getməyəcəksə, məsələn 3də 1-i gedir və yaxud da ki, bundan az gedir. Bu cür olduğu təqdirdə həmin üzümdən istifadə etmək, daha doğrusu həmin üzüm mürəbbəsindən istifadə etmək icazəli deyildir, haramdır.